Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Əziz dostlar, əziz möminlər, bəhsimiz Quran-ı Kərimdə Allah Taala'nın çəkdiyi misallarla bağlıdır. Bu gözəl ayda, bu mübarək ayda inşallah Allah bizləri Qurandan faydalananlardan qərar versin. Allah Subhanahu Taala mübarək Nəhl surəsinin 112-ci və 113-cü ayələrində əziz Peyğəmbərimizə keçmiş zamanda yaşamış bir cəmiyyətin misalını çəkir. Bismillahirrahmanirrahim. Daraballahu məsələn qaryətən kânət âminətən mutmainnəh ya'tiha rizquha ragadan min kulli məkân فكفرت بأنعم الله فأذاقها الله لباس الجوع والخوف بما كانوا يصنعون ولقد جاءهم رسول منهم فكذبوه فأخذهم العذاب وهم ظالمون صدق الله العلي العظيم. Uca Rəbbimiz bu ayədə Peyğəmbərimizdən öncə yaşamış bir cəmiyyət barəsində xəbər verir Peyğəmbərə, müsəlmanlara. İtminan halında, əmniyyət halında həm aramlıqları, əmniyyətləri, həm də maddi vəziyyətləri, iqtisadi vəziyyətləri, həm də mənəvi vəziyyətləri yaxşı olmuş bir cəmiyyəti Allah ibrət üçün əziz Peyğəmbərimizə xəbər verir. Və ancaq onlar bu maddi neymətlərdən və əmniyyətin və həmçinin mənəvi neymətin qədrini bilmədilər. Allah onlara əzab verdi. Allah Taala ayədə buyurur ki, Allah Taala amanda xatircəm olub, ruziləri hər tərəfdən gələn, yəni əmniyyətləri var, itminan halda yaşayırlar, gözəl həyat sürürlər və ruzuları da hər tərəfdən gəlir. Yəni insanlar işləyirlər, qazanırlar. İqtisadi vəziyyət, həmin cəmiyyətin iqtisadi vəziyyəti olduqca yaxşı bir cəmiyyəti Allah məsəl çəkir ayədə. Həqiqətən, sonra buyurur, həqiqətən onlara özlərindən bir Peyğəmbər göndərdi. Yəni mənəviyyatları da var idi. Həm iqtisadi vəziyyətləri yaxşı idi, həm maddi durumları, əmniyyətləri var idi, rahat idilər, mutmain, itminan halda yaşayırdılar, heç kim onlara əziyyət eləmirdi və həmçində ki, Allah onlara Peyğəmbər də göndərmişdi, yəni mənəviyyatları da yaxşı idi. Amma bunun qədrini bilmədilər. Ayədə Allah Taala buyurur ki, فَكَفَرَتْ بِأَنْعُمِ اللّٰهِ Allahın neymətlərinə küfr etdilər. فَأَذَاقَهَا اللّٰهُ لِبَاسَ الْجُوعِ وَالْخَوْفِ Allah onların bu pis işlərinə görə Allah onlara sanki bir əzab verdi. Onlara Allah Taala qorxu və aclıq libası ilə geyindirdi. Aclıq libası verdi, dadızdırdı onlara. بِمَا كَانُوا يَصْنَعُونَ Onların bu etdiyi yanlış əməllərinə görə. Və Allah onlara Peyğəmbər də göndərmişdi. فَكَذَّبُوهُ və Peyğəmbəri yalançı hesab elədilər və bunun üçün də Allah onlara əzab göndərdi. Ayədə qeyd olunur ki, həqiqətən bir cəmiyyətdə bu ibrətdir, bu bir dərsdir ki, bizim üçün biz bir cəmiyyət olaraq əgər əmniyyətimiz varsa, əgər ruzumuz varsa və həmçinin Peyğəmbərimiz varsa, imamımız varsa, mənəvi dəyərlərimiz varsa, Qur'anımız var, imam zamanımız varsa, bunun biz qədrini bilməliyik və bu neymətə görə Allaha biz şükür etməliyik. Ayədə qeyd olunan budur ki, bir cəmiyyətin əmniyyəti varsa, bir cəmiyyətin rahatlığı olacaq, itminanlığı olacaq və həmçinin o cəmiyyətə bol-bol ruzu gələcək, yəni iqtisadi vəziyyəti yaxşı olacaq. Əgər bir cəmiyyətdə əmniyyət yoxdursa, əgər bir cəmiyyətdə rahatlıq yoxdursa, insanlar
öz evlərində rahat otura bilmirlərsə, insanlar öz həyatlarını rahat yaşaya bilmirlərsə, o cəmiyyətdə nə qədər iqtisadi vəziyyət yaxşı olsa, nə qədər pul olsa, nə qədər maaş yüksək olsa, o cəmiyyət yaxşı yaşaya bilməyəcək. Yəni, məsələ çox çətin olacaq. Necə ki, bugün biz, təəssüflər olsun, bəzi müsəlman dövlətlərində biz bunun şahidiyik və bu günlərdə biz bunun şahidiyik və görürük. Həmçinin mənəvi nemətdən Allah Teala bu ayədə danışır, əziz Peyğəmbərimizə xəbər verir. O cəmiyyətə Allah özlərindən Peyğəmbər göndərmişdi. Allah özlərindən Peyğəmbər seçmişdi. Əzizlər, bu günlərdə, əziz günlərdə, dahi günlərdə, qarşıda bir neçə gündən sonra bizi mübarək Qədir gecələri gözləyir və fürsətdir ki, Allahdan istəyək, dua eləyək və ən əsas Allahın verdiyi nemətlərə şükür eləyək, Allahdan bağışlanmaq istəyək və əlimizdə olan nemətlərin qədrin bilək ki, Allah bu nemətləri artırsın. Necə ki, Allah Quran-ı Kərimdə buyurur, وَلَئِنْ شَكَرْتُمْ لَأَزِيدَنَّكُمْ Əgər şakir bəndə olsanız, əgər nemətlərə şükür etsəniz, Allah sizin nemətlərinizi çoxaldacaq. Yaxud bir təfsirdə budur ki, Allah sizin özünüzü artıracaq, Allah sizin özünüzə bərəkət verəcəkdir. Ona görə bu günlərdə biz fürsətdən istifadə edib və gözəl mənəviyyat əldə edə bilərik, istiğfar edə bilərik və inşallah ki, Allahın nemətlərinə şakir bəndə olay. Həmçinin ayədən başa düşdüyümüz bir nöqtə də bundan ibarətdir ki, mənəvi nemət. Yəni, fərz eləyək ki, bir cəmiyyətdə, bir toplumda əmniyyət də var və bir toplumda maddiyyat da var. İnsanlar işləyirlər, qazanırlar, insanların ruzuları boldur, amma həmin cəmiyyətdə mənəviyyat yoxdur. Həmin cəmiyyətdə Peyğəmbərin əsəri yoxdur, həmin cəmiyyətdə imam yoxdur, alim yoxdur, həmin cəmiyyətdə insanların önündə gedən, həm mənəvi, həm elmli bir şəxs, arif insan, alim insanlara qiymət verilmir, yoxdursa, bu cəmiyyət də nədir? Bu cəmiyyət də inkişaf etməsi çətin məsələdir. Və fürsətdən istifadə edeyim. Bu məsələmizlə bağlı, bu ayə ilə bağlı bir nöqtəni mən əzizlərin diqqətinə çatdırım. O da bundan ibarətdir ki, bizim övladlarımızın hər şeydən öncə, həm özümüzün, həm övladlarımızın hər şeydən qabaq, maddiyyatdan da qabaq, onların gözəl yeyib içməklərindən də qabaq, gözəl, bahalı geyim geyməklərindən də əhəmiyyətli, qiymətli bizim üçün onların və özümüzün həmçinin mənəviyyat məsələsidir. Əgər bir övladımız nə qədər dünyanın ən tanınmış universitetində oxusun, ən yaxşı fakültədə oxusun və o universiteti fərqlənmə diplomu ilə bitirsin və hər cür maddi vəziyyəti yaxşı olsun, amma onun mənəviyyatı olmasın, onun Qur'ana bağlılığı olmasın, onun imama bağlılığı olmasın, Peyğəmbərə bağlılığı olmasın, bu övlad bizə nə dünyada, nə də axirətdə fayda verməyəcək. Ona görə Allah Teala Quran-ı Kərimdə bir neçə ayədə və o ayələrdən biri də mübarək Cümə surəsindədir ki, əziz Peyğəmbərimizin yaxud Peyğəmbərlərin gəlişində hədəfi Allah izah eləyəndə buyurur ki, Huvəl-ləzi ba'atha fil-ummiyyinə rasulən minhum. Allah Peyğəmbəri göndərdi sizin üçün. Yuzakkihim və yuallimuhumul kitabə vəl-hikmə. Birinci buyurur ki, Peyğəmbər sizin mənəviyyatınızı tərbiyyət edəcək. Peyğəmbərin birinci işi insanın mənəviyyatıdır. Bu ayədən başa düşüblər müfəssirlər ki, Allah üçün, Rəbbimiz üçün bizim hər şeyimizdən öncə bizim mənəvi məsələlərimizdir. Elm yaxşı şeydir. Özümüzü də oxumalıyıq, mütaliə eləməliyik, övladlarımızı da təşviq eləməliyik, yaxşı dərs öyrətməliyik, yaxşı universitetə əlimizdən nə gəlirsə onu çalışıb övladlarımızı etməliyik. Amma bu Qur'anla yanaşı olanda, bu namazla yanaşı olanda, bu ibadətlə yanaşı olanda daha da gözəl olur. Allah Teala buyurur ki, Peyğəmbərlər gəlişində məqsəd, əsas yüzəkkihim və yuallimuhumul kitabə vəl-hikmə. Birinci tərbiyə verməkdir.
Birinci əxlaq, sonra onlara kitab öyrətmək, onlara elm öyrətməkdir. Və bu arada bir sözü də diqqətinizə çatdırım. Alimlərdən biri gözəl bir sözü var. Buyurur ki, əgər bir valideyn seçim ixtiyarında qalsa, mən övladımı məktəbə göndərim, universitetə göndərim, yaxud onun təhsilinə pul xərcləyim, o təhsil alıb, amma mənəviyyatı korlanacaqsa, amma insanları incidəcəksə, amma öz pis-pis əməlləri ilə valideynlərin təhqir edib söydürəcəksə və cəmiyyətə yararsız bir insan olacaqsa, nə olsun, savadı var, çox savadlılar var ki, çox universitet qutaranlar var ki, görürsən ki, əxlaqları yoxdur və cəmiyyətdə ən lazımsız mərtəbədə yerlərini tutublar. Valideyn əgər bunu bilsə, mənim uşağım tərbiyəsiz olub, amma elm əhli olacaqsa, buyururlar ki, uşağın heç elm əhli etməsin, məktəbə salmasın, universitetə salmasın. Yoxdur, evdə otursun, qoy elmi olmasa da amma əxlaq olsun. İnsan əxlaqla həm dünyada, həm axirətdə müvəffəq olar. Amma əxlaq olmasa, elm olsa, mümkündür dünyada müvəffəq olsun, dünyada tanısınlar, amma insanın axirəti olmayacaq. Ona görə mənəviyyat məsələsi dinimiz tərəfindən mühüm məsələdir. Ayədə də oxuduğumuz və başa düşdüyümüz, müfəssirlərin başa düşdüyü budur ki, Nəhl surəsi 112 və 113-cü ayə bir cəmiyyətə həm əmniyyət lazımdır, həm aramlıq lazımdır, iqtisadiyyat lazımdır, həm də mənəvi rəhbər lazımdır. Cəmiyyətin gərək mənəviyyatı olsun. Allah bu günlərdə, bu əziz günlərdə bizləri inşallah mənəviyyatımızı möhkəmləşdirən, mənəviyyatımızı inkişaf etdirən Quran və Əhl-i Beyt vasitəsilə o cür insanlardan qərar versin.